Öz günahlarımızı başqasında gördüyümüzdə gözə necə də pis və qorxunc görünür. Halbuki o eyibli hal əvvəlcə bizim öz nəfsimizdə idi. Biz onu yüngül saydıq, özümüzə haqq qazandırdıq. Başqasının üzərində görəndə isə nəfsin pərdəsi götürülür və əməlin çirkinliyi açıq şəkildə görünür. Bu da insanın iki böyük dərs verir. Birinci, nəfsi ittiham etmək. Əgər bir günahı başqasında görüb iyrəniriksə, gərək əvvəl özümüzə baxaq. Bəlkə bu hal mənim içimdə də var. Çünki mömin ən çox özündən qorxan insandır. İkinci, tövbəyə tələsmək. İnsanın başqasındakı günahdan iyrənməsi Allahın ona öz eyiblərini göstərməsi üçün bir fürsətdir. Çünki əməlin çirkinliyi başqasının üzərində görmək bəzən öz nəfsinə baxmaqdan daha təsirli olur. Ona görə kiminsə günahını gördükdə onu məzəmmət etməzdən əvvəl öz qəlbini yoxla. Çünki onun halı sənin gizlində olan eyiblərini sənə göstərmək üçün bir aynadır.